O tərəfə yoxdur. Hörmətli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Həmən o ev sahibinin evidir ki, yenə satışa çıxdı. Bilirsiniz ki, bu ev sahibi ev tikəndə satışda qalmır. Çünki tikintisi, təmiri o qədər gözəl keyfiyyətdən aparır ki, yəni ustanızla da gəlsəniz, başı çıxanla da gəlsəniz, görəcək ki, ev necə tikilib. Yəni adam özünə ev tikmək istəyirsə, həmən cür nə tikilib. Yəni heç nədən ekonom olunmayıb. Hörmətli izləyicilərimiz, 2 manatdan istifadə olunub, sonda kəməri də var. Qoşadaşla tikilib. Super təmirdir. Sot yarım torpaq sahəsində, evində torpağın da kupçası olan dövlət ipotekasına yararlı möhtəşəm evimiz bugün satışa çıxdı. İlk bizim səhifədə. Hörmətli izləyicilərimiz, ön işıqlanmasını görürsünüz, evin gecə işıqlanması, həyətinin işıqlanması, əl qapısı atdenli, pultla dörnəcəyiz qapısı atdenli, üstünün çardağı da yığılıb. Bunlar hamısı nəzərə alınıb və keçək evimizin iç sahəsinin təqdimatına. Hörmətli izləyicilərimiz, evimizə daxil olarkən, baxın, belə bir gözəl dəhliz bizi qarşılayır. Otaqlara bölgü dəhliz vasitəsindən çılçıraqlarına kimi hər bir quraşdırılıb. Pilləkənlər, beton pilləkənlər, üzü dörcü mərmər daşlardan işlənilib. Birinci mərtəbə ümumilikdə istipoldan təchiz olunub və kollektor sistemdə bu hissəyə yığılıb. Birinci mərtəbədə deməli yerləşir yataq otağı, sanitar qovşaq, mətbəx və qonaq otağı yerləşir. İlk öncə qonaq otağını göstərim sizə. Baxın, belə möhtəşəm, geniş, işıqlı, gözəl qonaq otağı var. Gizli işıq sportlardan çılçıraqlarına kimi hər birisi bəzədilib. Ən vaciblərdən də biri olur ki, rəng çanaqları hər birisi bir-birini tamamlayır. Adicə pəncərə kənarına yığılan, baxın, dəyərli izləyicilərimiz, bu da mərmərdir. Və keçək digər hissələrin təqdimatına. Qoşadaş dediyim kimi fundament kəmər 2 manatdan istifadə olunub. Burada yerləşir birinci mərtəbədə olan yataq otağı. Bu hissədə yerləşir sanitar qovşaq. Baxın, dəyərli izləyicilərimiz, qoşadaşdan inşa olunub. Asma tavanı duş kabinəsinin yerindən kimi ayrılıb. Hər ikisinin trafiği addenli. Burada yerləşir mətbəx, gördüyünüz kimi mətbəx də genişdir, yenə də qəşəng səliqəli şəkildə işlənilir. Arxa hissəsinə də çıxışı var ki, baxın, dəyərli izləyicilərimiz, burada da kombi üçün yer ayrılıb, əlavə olaraq çamaşır asmaq üçün yer saxlanılıb və kombi xəttləri hər birisi bu hissəyə yığılıb. Keçid edirik ikinci mərtəbənin təqdimatına. Həqiqətən də gözəl evdir. Yerləşmə yeri ideal ərazi yaddan çıxmışdır. Abşeron rayonu Masazır qəsəbəsində, Cantapa ərazisində qapısına can asfalt. Qiymət, hörmətli izləyicilərimiz, 139 bin manata təklif olunur. Real müştərilərdən təbii ki, qiymətdə razılaşmaq da olacaq. Çünki o fantastik qiymətə çıxan evlərdən həm qiymət cəhətdən gözəl, həm keyfiyyət cəhətdən gözəl bu 5 otaqlı evimiz ikinci mərtəbənin dəhlizindəyəm, dəhliz vasitəsilə eyvana çıxış. Və xatırladım ki, ikinci mərtəbənin döşəməsi də ümumilikdə istipoldan təchiz olunub. Xəttlər də bu hissəyə yığılıb. Yəni bu evdə sadəcə bir tək kombini az, radiatora ehtiyac yoxdur. Ətraf tam yaşayışdır. Hündür evlərdə ətrafı hamısı. Burada sonun ikinci yataq otağı. Bu hissədə uşaqlar üçün zəvqlən yataq otağı. Yataq otaqlarının ölçüləri genişdir. Təbii ki, uşaq otağının ölçüsü biraz obus otaqlara nisbətən yığcamdır. İkinci mərtəbədir. Yenə də qoşadaşdan inşa olunub. Abşeron rayonu Masazır qəsəbəsi Cantapa ərazisində 142 sayılı 569 nömrəli marşrut xəttlərinə çıxmaq olur. Qapıya can asfalt 139 min statlı qiymət 051 635 17 97 nömrəmizə əlaqə saxlayıb daha doğru məlumat ala bilərsiniz.